Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Vloguma belə başlamaq artıq xoşlayıram. Çayımı qoyum bura. Səhər bir şərh oxudum. Artıq neçənci dəfədir yazılır və mən silirəm. Yazıb ki, hər şeyi danışırsan, amma burada bir şey gizlədirsən. Bugün uzun bir vlog paylaşacağım. Küləkli bir havadır. Ona görə də evdəyik. Ana gəldi. Hə? Buna. Olmadım məndən. Bunlara qreçka tökmüşəm, yeyirlər. Bugün həmin o gizli məsələyə vlogumun irəliləyən dəqiqələrində səmimi cavabımı verəcəm. Evdə təmiz, qəşəng. Kompüterdə biraz işlərim var, vlog yığıram. Börtkan var yeniyə. Əgər vloqlarımı bəyənirsinizsə, mütləq vloqlarımı yaxınlarınızla bölüşün, mənə dəstək olmağı unutmayın. Xoşum gəlir börtkan var yeniyəsindən. Ağdaş börtkanıdır. Yox, Rahim gəl bura. Rahimlə gəlmişdik çörək almağa, artıq qayıdırıq. Çörəyi marketdən almırıq. Gəncə tandiri deyilən bir yer var. Bizim də məhəlləmizə yaxındır. Hər dəfə oradan alırıq. Sonra isə gedirik məhəlləmizdəki Araz marketə. Oradan da toyuq alacağam. Rahim də burada mız-mız eləyir. Məni hövsələdən çıxartdı. Burada isə başlayıram toyuq seçməyə. Mən adətən Hicazın toyuğunu alıram. Qiymətlərin baxdım 10 manatlıq toyuqları var idi deyə, ona görə ondan götürmədim. Təzədir bunlar. Gilazlı toyuqlarından götürdüm 4 manat 71 qəpiyə. Ümumiyyətlə gilazlı toyuqların burada qiyməti çoxsu 3 manata, 4 manata, 5 manat arasında. Gördüyünüz toyuqlarımız o qiymətə idi, amma Hicaz çox baha idi, həm də çox böyüklər yəni qalıb seçilir. Ümumiyyətlə gələk marketə toyuq almağa gələndə səhər gələsən, təzə gələn kimi hamı gəlir, seçib götürür. Burada Rahim əslində istədiyi sürprizi özünə götürüb, burger götürüb Osmanın. Amma orada oyuncaqlar görüb, maşınlar. Mənə deyir ki, gedək o oyuncaqlardan mənə al. Ev doludur maşınla. Ümumiyyətlə Rahimin hər dəfə maşınlarını yığıram, ortadan götürürəm. Çünki evdə sərgi olurdu. Yəni polun üstə gəzmək mümkün deyil. O qədər oyuncaqları var, yenə də istəyir. Yəqin ki, onlardan bezib dəyişiklik istəyir. Həm də ki, biz ona maşınları marketdən almırıq, mağazalardan alırıq. Orada olan oyuncaqlar çox keyfiyyətli olur. Marketlərdə olan oyuncaqlar elə keyfiyyətli olmur. Yəni tez qırılan olur və baha qiymətə qoyurlar. Ən ucuzu orada 5, 6, 10 manatdır. Marketdən çıxartmaqdan ötürü yalandan dedim ki, polis gəlir. Hər dəfə də Rahimi polislə qorxudanda bulvarda camaatı qorxutmağım yadıma düşür. Hamı gəzişirdi. Rahim məni eşitmirdi, qorxsun deyə qışqırdım ki, polis gəlir. Hamı getdiyi yerdə qəfil dayandı, sağa sola baxdılar ki, yəni nə baş verdi. Dedim ki, Rahim gəl də polis gələcək. Ondan sonra başa düşdülər ki, mən uşaq üçün deyirəm. Sonra özümdə pis oldum ki, özümü unutdum, necə belə həyəcanlı dedimsə camaatı qorxdum. Mən paraşoku bura tökürəm, paltarın üstünə tökürəm. Siz necə eləyirsiniz? Deyirlər ki, barabanın içinə paraşoku tökəndə paltar yanmaşını xarab eləyir. Amma düşünürəm ki, mənasız söhbətdir. Hardasa 4 ildir ki, mən belə istifadə edirəm. Siz necə istifadə edirsiniz? Rəylərdə mənimlə bölüşün. Saçımı yumuşam. Buca bitir. Qurbanın bu saç spreyinin artıq son damlaları idi. Bununla da bitirdim. Növbəti vlogda sizi özümlə mağazaya aparacağım. Hansı spreyi alacağıma, hansının tərkibi daha yaxşıdırsa, onları birlikdə qərar verərik. Mağazada çəkiş edəcəm. Yeni məhsulu bir yerdə seçib bir yerdə alarıq. Saçınızı neçə gündən biri yuyursunuz? Mən məsəl üçün bugün yudum, sabah yumayacağam, o birisi gün yuyacağam. Çünki saçım yağlanır. Adam var ki, saçını yumasa belə yağlanmır da, təmiz qalır. Heyif deyil elə saçlar. Məcburam ki, məndən olsa tez-tez hər gün yuyaram da. Amma karmarite falan görə soyuq olar deyə elə gün aşırı yuyuram. Saçım da biraz tökülür yenə. Niyə tökülür saçım bilmirəm. Kəstirdim ki, bəlkə dayanar tökülməyə. Adətən mənim saçım çox töküləndə saçımı kəstirirəm, onda düzəlir. Saçınızı hansı şampunla yuyursunuz? Hansı məhsul daha sizin üçün sevimlidir? Saç spreyi ola bilər, balizamı ola bilər, maskası ola bilər. Nələrdən istifadə edirsiniz? Xeyrin görmüsünüzsə, hansı məhsullar sınağınızdan yaxşı keçibsə, mütləq rəylərdə mənimlə bölüşün ki, bizə də bir fikir olsun. Mənim illərdə saç şampunum Clear'dır. Ondan başqa şampundan istifadə edə bilmirəm. Neçə dəfə də dəyişmişəm, yenə də Clear'a qayıtmışam. Mən bu darağı o qədər xoşlayıram ki, hətta qızım belə xoşlayır. Ona da bu daraqdan almışam. Açılmış dolaşan saçlar üçün bu daraq çox qəşəngdir. Saçı yolmadan darıyır. Solkanı evdə
necə havalı olmağını, yəni necə deyim belə, havalı qalır da, yapışmasın deyə eləmək üçün. Şotkanı baxın belə tam keçirdirsiniz dibinə, saçın çolkanın dibinə və fenlə yuxarı qaldırırsınız. Gördünüz saçın ön hissəsi. Gördünüz. Gördünüz necə havalı qaldı. Heç bunu fikir vermişim, salonda da hər usta eləyə bilmir. Kəpənək kəsirlər, görsən ki, o şeyi verə bilmirlər də. Yəni mən məsəl üçün indi çolkam kəpənək kimi kəsilib də. İndi bu dəqiqə onlar dəbdədir. O kəsim, çolka kəsimləri. Ucunun belə qıraqları getmək üçün dibini eləyəndən sonra ucunu gördünüz belə keçirdirəm yenə şotkuya. Belə indi bunu da fenləyirik. Yukarı vurursan. Üzü çölə belə vurursan. Bu da belə. Gördünüz bu tərəfə. Nədir? Məndə də balaca tüklər belə qalır, yapışır üzümə. Gördünüz belə. Uçları belə getdi çölə. Bunu da elə də getmədi deyəsən. Tam eləmədim də, gələk tam eləyəsən. Səbrim çatmır. Sən də istəmirəm ki, saçım yanmağını istəmirəm açığı. Nəysə, saçımı belə qurutduq, fenlədik. İndi də keçək. Hər dəfə deyirəm, o Temudan zakaz verəcəm belə vurmağa. Saçıma krem falan üzümə vuranda yadımdan çıxır. Bu dəfə sifariş edəcəm. Mənim bir də bu kremi indi kameranı tərsinə çevirib çəkiliş eləmirəm. Ona görə də baxın, kameradan screen eləyib götürə bilərsiniz. Tərsliyəni düşmür adı. Götürdünüz yəqin ki. Bu krem çox qəşəngdir. Gündə hardasa 2 dəfə istifadə eləmək olar. Sadəcə olaraq mən üzüm dəstəmaz alanda tez-tez, yəni üzüm yuduğuma görə 3 dəfə falan edirəm. Normalda 2 dəfə eləmək lazımdır. Və çox sərt eləməyə ehtiyac yoxdur. Belə-belə sürüşdürürəm. Baxın, özün görürsünüz şarikləri fırlanır, quruq eləyir. Yəni heç basmağa ehtiyac yoxdur, sürüşür. Belə. Super kremdir. Hər dəfə vlogumda da tərifləyirəm, hər dəfə də soruşursunuz. İndi mən gedib saç spreyi almalıyam, saç baxımları alacağım özümə. Onda, oyda çıxdı belə bastım. Onda bu kremi mütləq orada çəkəcəm, qiymətlərdə baxacağım, görüm neçəyədir. Mən endirimlə almışdım, 14 manata Rossmanndan almışdım. Endirimə düşəndə almışam. İndi bilmirəm, öz qiyməti neçəyədir, onu çəkəcəm sizə. Burada Yasamalda Olivia var. Oradan xoşum gəlir. Açığı, Olivia'nın özünün inşaatçılarda olan filialında bir dəfə problem yaşamışam. 100 manata mənə xırda verməyiblər. Mənə kobud davranıbdılar kassada. Ona görə ora girmirəm. Amma burada aşağıda Olivia'nın filialı var. Oradakı qızlar çox mehriban, çox səmimidirlər. Ona görə demişəm, nəsə alsam Olivia'dan oradan alacağım. İnşaatçılardakına getmirəm. Hətta orada bəzi müştərilər belə məni müdafiə elədilər də ki, xanım siz, mən 15 manatlıq, 20 manatlıq nəsə aldım, 100 manat verdim bütöv. Deyir, mənim xırdam yoxdur. Deyim, mən neyiniyim? Kartonu da var, deyim, yoxdur. Mən də biraz yumuşaq danışanam da, belə dikə gedən adam deyiləm. Sonra dedim, yox, mən eləyə bilmirəm, verə bilmirəm. Elə bir ki, mən bundan pul istəyirəm, elə mənə başda kobud danışmağa. Ondan sonra mən də səbrim daşdı. Heç şey eləmədim. Sonra qayıtdım, dedim, o kimdir, məndən belə danış. Məni orada müştərilər müdafiə elədi. Ki, müştəri məmnuniyyəti deyilən bir şey var. Bu nə davranışdır, xanımla davranırsınız. Sonra mən çatdı ki, mən niyə buna cavabını vermirəm ki, mən başqaları müdafiə edir. Qayıtdım geri. Dedim, satış mağazasını müdürüm çağırın. Dedilər, yox da belə gedim. Dedim, o kimdir ki, məndən belə danışım? Mən uşaq danışdıqca kimdir o?
Eyalet sat dedim marketidir. Aygün'e dedim, o elə də dedim. Dedim Aygün Kəzimovaya milyon verir sizi şeydə reklam üçün çəkməyə. Həmin mağazada kassasında 100 manat axırda yoxdur. Nəsə belə bir hadisə yaşamışdım. Əsas filiallarına da şikayət eləmişdim. Yəni ürəyim soymamışdı. Belə. Nəysə. Bu arada krem konu da götürə bilərsiniz. Bu nəmləndirici, üz nəmləndirici çox superdir. Su bazalıdır. Çox qəşəng nəmləndiricidir. Yəni yüngüldür də. Çox əladır. Və bir şey deyəcəm. Deməli, bundan 2 dəfədir mənə şərhdə şərh yazırlar və bunu bir dəfə telefon əlimdə olanda gəlib, mən onu silmişəm. Bir dəfə də gecə yazıblar, saat 2-də, 3-də. Səhər namaza duranda 6 idi, 5 idi, 6 idi bilmirəm. Durdum, gördüm ki, belə bir şərh gəlib. Telefona bildiriş kimi gəlir mənə şərh gələndə. Ona görə çoxunuzun yəni rəylərinə həmişə cavab verirəm. Bildirişi yəni açıq qoyduğuma görə. Baxdım, gördüm ki, eyni yenə mesaj gəlib. Mən onu sildim yenə. Mənim şəxsi həyatımdan bağlı olan bir şeydir. Yazırlar ki, burada hər şeyi danışır. Amma bir dənə gizlətdiyi bir məqam var ki, onu demir ailəsi haqqında şəxsi. Mən də onu sildim. Yenə sildim. Burada mən ona demək istəyirəm ki, burada mənim gizlədiləsi bir şeyim yoxdur. Azərbaycan balaca bir yerdir. Hamı istəsə adi mənə yazan, şərh yazan xanımlarım bu dəqiqə istəsəm araşdırıb tapa bilərəm kim harda necə yaşayır deyə. Yəni böyük bir gizlədiləsi bir şey yoxdur da. Kanalda mən özümdən danışıram. Bu kanal mənim özümə aiddir. Sadəcə hansı mövzuları müzakirə eləyirik. Bu da ki normal bir şeydir. YouTube algoritmində belə bir şey var. Kontentlər də var. Hamı da bunu eləyir, tək mən yox. Gizlətməyə, mən nəyisə gizlətməyimə ehtiyac yoxdur. Yəni bunu burada səsləndirməyə ehtiyac duymuram. Zaten də anasını itirən hər bir övlad, qız, oğlan bu vəziyyəti onsuz da yaşayır. Yəni bunu tək yaşayan mən deyiləm sadəcə olaraq. Mən bilirəm ki, onu kim yazır. Yəni sizin kimlərə sayəsində elə şeylər sadəcə olaraq tez baş veribdir. Siz ümumiyyətlə xoşlayırsınız elə kiminsə şəxsi həyatına qarışmağa, elə bizə də ümumiyyətlə yerimizə həmişə qərarlar vermişsiniz. Yəqin ki, həmin adamlar da yazır, başqasının yoxsa yadın nəyinə lazımdır. Demək də istədiyim odur ki, qısa, hamı da öz həyatını yaşayır. Yəni yaşamalıdır da bu həyatın qanunudur. Kimsə itirəndə eyni həyatdan barışıb həyatına davam edəcək. Burada gizlədiləsi bir şey yoxdur. Yəni bunu hər dəfə əziyyət çəkib mənə yazma. Mən onsuz da siləcəm sənin şərhini. Rahatlıqla nə vaxt istəsəm, izləyicilərim də istəsə bölüşə bilərəm. O da mən istəyəndə olacaq, sən istəyəndə yox. O temadan söz düşməyib deyə, heç bir izləyicim də soruşmayıbdı deyə mən də fikir bildirməmişəm. Yəni fikir soruşulmayan bir şeyi danışmıram, soruşulsa belə deyirəm. Telefonu arada bura qoyuram, belə qabı burada yanında, burada qoyub baxıram, pastavkada. Kulkası. Neyse buraları götürüm, çaydan da götürüm, yağ olacaq. Birinci kotleti qızardım, sonra qreçkanı eləyərəm, çünki yağ olmanı istəmirəm. Kotleti pişirəndə açacağım pəncərəni ki, o günkü ətli edibə də gedəriyəcək. Uşaqlar kotlet xoşlayırlar. Ona görə mən duza qədər vurmuşam hazırdır. Ona görə mən demək ki, hazır kotlet stiyotda olub. Mən bunu hazır belə eləyəcəm. Belə. Belə taxtanın üstünə biraz özünə gəlsin. Bizim ailə dostlarımız var idi Atamgilində, yəni onlar Qəbələdə yaşayırlar. Bir dəfə onlara yayda getmişdik. Xala orada bizə kotlet eləyirdi. Kotleti biz necə eləyirdi? Suyu ilə belə vururdu. Mən 2 dəfə kotleti elə görmüşdüm. Əlin suya, adi avuçun suya vururdu belə.
Kotleti belə şey eləyirdi. Ətini də belə hazırlayırdı. Su vururdu, atırdı yağa. Ət dağılmırdı, çox belə bərk qalırdı. Arada mən də elə eləyirdim. İndi yağ elə eləməyəcəm, suxarik də var. Ondan vuraram. Dostumu düşmənimi bilmirəm də, o elə deyirlər. Nədir? Xəmir kündəsi mamam həmişə eləyəndə deyirdi ki, bir böyük bir balaca olurdu. Deyirdi, dostumu düşmənimi tanımıram. Ona görə də ölçün həmişə biri böyük bir balaca olur. Elə bir deyim var. Batil bir inanc. İndi mən də onun kimi kotletimin biri balaca olur, biri böyük olur. Yəni bir balaca oldu. İnşallah ki əriməz. Çünki quyruğu vurmuşam. Quyruq olanda əriyir də. Allergiyam tam da getmir. Hardasa bir 5 gün olar ki, allergiya dərmanını içmirəm. Bitibdi də, kurs kimi içdim. İstəyirəm ki, yenə başlayır. Tutmaq istəyir. Ki belə qoyun, sonra yağ atanda suxarika batıraram. Qreçka eləyəcəm bunun yanında. Bir də məndə o təzə kartoflardan Tural çox almışdı. Balkona qoymuşam ki, xarab olmasın. Onu da eləyəcəm. Köyə baxdı. Turalını da dərmanlamalıyam. Yiyəcəm. Ümumiyyətlə kuxlanı bir gün təmizləyəcəm, dərin təmizliyi eləyəcəm. Təmizlik vlog eləyəcəm vəbşinə. O da ki, hələ ki yoxda gərək gedim alımı dərman yağ çözücü ilə eləyim. Çünki silip düzdür, qəşəng yaparlar, amma olsun ki bunlar buxarla bişir də burada, yapışıbdır. Ne kadar elədim, belə ürəyimcə deyil. Aparır, ürəyimcə də olmadı. Ona görə. Qreçkanı suda qoymuşam. Suda qreçkanı həmişə mən biraz suda saxlayıram. Sonra yuyuram. Elə olanda yaxşıdır. Чирик. Котлет, гречка, картоф. Это очень обед. Да. Очень много. Да, здесь есть. И что-то очень. Tamam, suxarik bundandır. Bir kilo taxtan çəkərəm. Daha bulaşdırmayım. Это очень не сладко. Погадишь это. Нет, это еще. Damıcı da tökürəm. Səs. Biraz orada bəzən hər şey belə ardıcılıqla eləmirəm. Necə gəldi edirəm. Nəsə nəsli ilə elə biləm ki, yoxdur. Havaya görədir, nəyə görədir bilmirəm. Son günlərdə 4 gündür ki, darıxmağım keçmir. İstəyirəm hələ kek istəyirəm. Şirniyyət vermək istəyirəm. Kek eləyəcəm mən də. Yeməyi hazırlayayım, Tural gəlir.
Tural, Milayşa məktəbdən çıxıb gəlirlər. Onlar gələrək həmişə çalışıram yemək hazır olsun. Ki, gəlib gözləməsinlər də yeməyi. Həm də elə tez yemək yaxşıdır, mənim özümə də yaxşıdır ki, bir də axşam yemirəm. Biraz odun alın. Bunlar da koyun tutuyor. Şefili yaksıcıyorsun. Geldi buraya. Bu dəfə ərimədi. Bir də beləmişdim, ərik yoxa bizdə. El də dör olmuşdu ha. Bu dəfə ərimədi. Nə yapışdırması baxarmadı. Elə bişir. Biraz odun almışam. Biraz artırım. Artıq neçənci dəfədir ki, mən vlogumda bu hissələrin mətbəx hissəsini bu şəkildə çəkirəm. Əgər sizə maraqlıdırsa davam edərəm. Mütləq şərhlərdə fikirlərinizi yazın. Biz 10 dəqiqəlik ilə qaynayacaq bir buğumda deyək. Çünki kafetlədiyim tavada qızardacağım. Mən üstündə elə suyu az əlavə edirdim. Bu çəkilirdi, yağa düşürdü, yağ falan atırdım. Yəni bu dəfə tava yağlıdır deyə onu göstərmək istəmirəm. Burada qaynadacağım, sonra kafetin tavasında qızardacağım. Ekonomiya edirəm. Bir neçə dəfə də vlogumda qeyd etmişəm ki, mən bu aylarda çox darıxıram. Ona görə də mən darıxanda, kuxnada başlayıram. Yeməkdən də əlavə şirniyyatlar hazırlamağa. Yenə keçmiş günlərimə qayıtmışam. Yeməkdən sonra başlayacağam, şirniyyat eləyəcəm. Mən niyə bu aylarda çox darıxıram? Sonuncu dəfə aprel ayında mamam bizdə uzun müddət qalmışdı. Mən düşünürəm ki, ona görə bu aylarda mənə belə bir darıxma gəlir. İstifadə edəcəm. Qabığı düşdü içinə. 2 yumurta. O olur edir. Olur edir. O hər iş görəndən sonra əlini yaxalayırsan. O mənəm. O pis mənəm. Neynəsəm əlimi yuyuram. Neynəsəm əlimi yuyuram. Bir stəkan tezok tökürəm. Bununla karıştıracağım.
işlətmək istəmirəm. Tuz vurmuşam da yəqin ki. Sarı kökü də belə eləyim. Sonra çıxıb siyah deyim. Öncəki tuzla vurmuşam. Sonra yağ. Sonra gərək yağı boşaldım bura. Aşağı da tartıcı qabda. Stəkan un tökürəm. Ay Allah, kakao yoxdur demə. Əslində 2 xörək qaşığı tökmək lazımdır kakaonu. Məndə heç deyəsən 1 çay qaşığı da olmadı. Nilay, Atiyə yaz ki, yazma. Kakao yox deyil Nilay. Hə? Denə ala bilərsən kakao. Haldadır vəbşə, bəlkə gecdir, sən gedib alasan. Süt. Rəna. Vallahi süt yadımdan çıxır. Sütümüzə gətirir. Qət də pişirməliyəm. Tanrı bilərəm. Süt var ya, süt dönməmişəm. Pişirməyəm. Burada da damla şokoladdır. Nə qədər var, Rahim yeyib daşıyıb. Yanaşam sütəm. Mən su içmirəm. Su içmirəm deyə dərim quruyur. Götürmüşkən, buna da tökümüz. Blenderim çəkasıdır. Özümə su butulkası alacağım. Ki həvəslənib və keçərəm. Hər mən suyu verəcəm, otur iç. Olmaz ayaq üstə içmək. Bura qoyum səni. Keçən dəfə bu qəlbə almışdım daha doğrusu. Dedim, axı keçək keks reseptləri görmüşəm. Onları bir-bir eləyəcəm. Bir dənə Nilay gətirsin. Bir dənə gördüm. Bunu, bu kakao. Mən tortu yerindən alıram, çəki ilə alıram. Biraz deyəsən una batırmaq lazımdır. Tökəcəm üstünə. Nə qədər idi? Ağda var, məndə çəhrayda var. Bunu azaldıb keçib o birisine. Siyah yeməklər hazır. Ondan yıkayacağım, götürüm buradan. Bir dənə qaldı keks. Onu da yeyirəm, vəssalam. Nilay gift aldı, gətirdi. Bayaq ki, bir çay qaşığı. Bəs. İndi bunun üstünə mənə bir şey var. Su. Kakaonun üstü su tökəndə qarışır yaxşı. Mən də elədim mən.
Bu qalın yaxşıdır, ümumiyyətlə. Əvvəl məndə nazik var idi. Məndə deyəndə mamamın gətirib işlədirdi. O nazik idi. Amma bu qalındır deyə bir dənə belə deyən kimi yox. Hazırdır. Ya bayaq yalayı gözləyənə qədər qaba yağ da tökdüm. Baxın, baxın. Belə bir şey oldu. Şimdi mən bunu tökəcəm bura. Mən ümumiyyətlə darıxanda beləyəm də. Mətbəxdə kuxnadan çıxmayacağım. Nəsə pişirəcəm ki, yenilik olsun. Mən darıxanda belə oluram. Ümumiyyətlə xoşlayıram nələrsə pişirib hazırlamağı. Çox, yəni sevirəm belə şeylərlə məşğul olmağı. Terapiya kimi gəlir mənə belə şeylər. Əvvələ bir sinə qədər istər eləyirdim, dəhşət eləyirdim də, yəni dəhşətli dərəcədə eləyirdim. İndi bu damla şokolatı dedik. Ne kadar iyi bundan. Düşəcəm arada biraz məsafə var, gərək piyada gedəsən də tort yeridir. Mən oradan alıram hər şeyi. Yəni belə şeyləri marketin o damla şokolatı dəxlisiz çox. Orada hər cür şokolat növləri var da. Buradan şokolatını bəlkə də səhifəmdə görərsiniz. Eləmişəm. Doğrudan da ucuz başa gəlmişdi. Yəni gedib hər şeyini orada almışdım. Orada bir dənə xanım var idi. Dedi, əgər evdə uşağı verirsənsə, şokolatın növünü göstərmişdim, ondan elə. Amma çox yerdə, yəni satanlar ucuz başa gəlsin deyə damla şokolatından eləyirlər, onun da dadı olmur. Mən amma kilosu 10 manatlıq olan şokolat var idi, ondan elədim. Nəysə, belə, baxın, hazır. Aparım, qoyuram pişməyə. Qablarımı yumağa. Bu dəfə belə bir maçaq almışam. Belə deşik olanlar çox qəşəng olur. Yəni qəşəng köpürdürlər. Kristal X-dən şampundan istifadə edirəm mən. Çünki əlimi qurutmur. O birisi feri falan, o birisiləri əlimi qurudurlar. Bu yaxşı həm köpür, həm də köpük olur, həm də ki yaxşıdır ümumiyyətlə. Sizə Zargil reklam edirdi. Mənim ki Zargildə reklam edədikləri şeylər həmişə keyfiyyətli şeylər reklam edirlər. Ondan sonra bacım dedi ki, mən Kristal Zargil istifadə edirik, reklam edirik, ondan al sən belə də. Mən onlarda gördüm, aldım. Əlimi qurutmuş, yaxşıdır. Bacımın usulundan sonra mən də aldım. Neçə izləyici mənə şərhlərdə yazırdı ki, allergiya ilə bağlı danışım. Mən hardasa 3 il bundan əvvəl çox güclü allergiyadan əziyyət çəkdim. Açığı bilmirdim, allergiya ilə bağlı olan bir şeydir. İlk öncə yaz aylarında başladı məndə. Hiss edirdim ki, ayaqlarım tutulur. İşə gedəndə pilləkənlə qalxanda elə bir ki, ayağımı qaldıranda dizimdən basırdılar. Sonra gördüm ki, ayağımın aşağı hissəsi ağrıyır, sümük hissəsində ağrılar olurdu. Daha sonra isə ondan bir ay sonra güclü şəkildə gözüm qızardı. Hətta mən hiss eləməmişdim. Məhəllədə bir dəfə iş yoldaşımla rastlaşdım, keçmiş iş yoldaşımla. O mənə soruşdu ki, Səidə nəsə baş verib? Dedim, yox, nədir? Dedim, gözün belədir, niyə ağlamısan? Dedim, yox, ağlamamışam axı, prosta gözüm qızarıbdı da, allergiyadır. O da mənə belə müəmmalı baxdı. Açığı yəqin ki, inanmadı, elə bildi ki, evdə nəsə problem olub. Elə də soruşdu ki, evdə nəsə problem var. Sonra mən başladım damca aldım gözümə tökməyə ki, bu qızartı getsin. Çünki əvvəldə məndə allergik rinitdən əziyyət çəkirdim. Hardasa 18 yaşımdan allergik rinitdən əziyyət çəkirəm və gözümdən başlayıb.
vaxtı bu. O vaxt bizim nəsəndə işləyəndə xəllər ki, mən müayinə edəndə demişdi ki, allergik rinitdir səndə, ancaq fəsadları çox pis olur. Həqiqətən də dediyi kimi də oldu. Ondan sonra başladım, mən güclü şəkildə xəstələndim və mən hiss edirdim ki, sinəmdə xışıltı var. Qəfil məndə mədənin üst hissəsində sol tərəfdə ağrı oldu. Bir də kürəyimə elə bilirdim ki, nəsə yapışıb. Mən də getdim rentgen elədim, akciğərlərim təmiz çıxdı, amma bronxlarımda şaxəli nəsə çıxdı. Və gecələr yatanda çox dəhşətli şəkildə səslər eşidirdim. Nəfəs alıb verdikcə, hətta Turala deyirdim, Tural eşidirsən, deyirdi hə. Turalın dayısı da həkimdir. O da mənə antibiotiklərdən falan müalicə yazdı, təsiri olmadı. Sonra getdim allergiya həkiminə müalicələr aldım. Allergiya həkimi mənə başa saldı ki, akciğərində heç nə yoxdur, allergiyadır. Ancaq mən bahalı reseptlərdən istifadə edirdim. O xışıltı azalırdı, amma tam da getmirdi. Məni narahat edən şeylər məndən bərabər idi. Bir gün yatdım, yuxu gördüm. Yuxuda gördüm bir kişinin yanına gedirik. Həkimdir, ağ xalatda oturub, yanında da bir qız assistenti var. Bacımdan gedirik. Mənə qız deyir ki, səndə pis bir xəstəlik var və mən ağlayıram. Necə ağlayıramsa yuxuda qorxudan ürəyim dayanır. Sonra həkim deyir ki, qorxma, yalan deyir, elə şey yoxdur. Sənə söz verirəm ki, səndə o xəstəlik yoxdur. Mən bu yuxudan ayıldım. Dedim ki, yox, mən mütləq ciddi həkimə getməliyəm. Və getdik akciğərimin üstünə. Orada mənə bir kurs müalicə yazdılar. Dedilər, akciğərimdə maye var, çirk var və bir həftəlik müalicədən sonra, 14 günlük müalicədən sonra sağalacağımı dedilər. 14 gündən sonra getdim, dedilər, yox, maye yenə yerində qalıb, yenə çirk yerində qalıb. Dedim, onda bəs siz mənə necə diaqnoz qoymusunuz, müalicə ilə gedəcəkdiniz və getmir. Bu nə deməkdir? Nəysə, orada çox dərdli dayandım. Dedilər, yəqin ki, başqa bir xəstə, pis xəstəlik kimi qələmə verdilər. Məni qorxutdular. Heç bir həkimin yanına girmədim. Orada bir dənə Turala bir kəlmə dedim ki, Tural, mən qorxuram deyə ağladım. Tural da əlimdən aldı, bütün sənədləri cırdı, atdı orada zibil qabına, dedi, davay, gəl getdik, biz burada nə işimiz var? Sonra bir həkim var idi, İlham verilişindən tapmışdıq, akciğər həkimidir, özü də xaricdə yaşayır, Amerikada yaşayır. O həkimlə əlaqə saxladıq, o da dedi ki, maye olsaydı temperatur 40-dan aşağı olmazdı. Həkim dedi, məni gözləyin, gələcəm, müayinəmə gələrsən. Getdim həkimin müayinəsinə, hətta cavablar çıxanda elə ağlayırdım, çünki mənim təmiz psixologiyamı həkimlər pozmuşdu, mənə pis xəstəlik diaqnozu qoymuşdular. Eyni həkim yuxumdakı kimi ağ xalatdaydı, mənə dedi ki, sənə söz verirəm, sənə heç nə olmayacaq. Mən də ağlayırdım və səni sağaldacağam. Mən başladım akciğər həkiminin müalicəsini aldım. Məndə akciğərdə maye yox idi, sadəcə olaraq o allergiyadan çirk axmışdı akciğərimə. Onun müalicəsini alandan sonra çox şükür Allaha yaxşıyam. Hələ də həkimin nəzarətindəyəm. 6 aydan bir müayinə olunuram. Ümumiyyətlə danışdığımda başa kövrəldim, yadıma düşdü günlərim. Ümumiyyətlə mən sağlıq bağımına çox əziyyət çəkdim. Həqiqətən də mənim psixologiyamı o qədər pozmuşlar ki, mən hələ son aylarda özümə gəlirəm. Psixologiyamı toparlayıram ki, bu xəstəlik düşüncələri beynimdən çıxsın. Bunu həkimlərin sayəsində mən qazandım. Təsəvvür edin, o qədər psixologiyam pozulub ki, bir yerim ağrıyan kimi özümdən şübhələnirəm. Deyirəm, yəqin məndə pis xəstəlik var. Çünki adamın, hələ mən heç unutmazdım, Uzidə başı bağlı bir xanım idi. Otağında hətta böyük Quran kitabları var idi. Nə qədər stolun üstündə doluydu. O xanım mənim özümə dedi ki, səndə yəqin ki, xəstəlik, pis xəstəlikdə sağalmırsan. Nədən orada pul istədi vermədim deyə. Yəni belə insanlar var. Mənim təmiz 2 ildə təmiz psixologiyamı pozdular. Hələ bir diaqnoz qoydu, müalicələr, dərmanlar yedim. Heç birində xeyrini görmürdüm. Gördüm ki, geri gedirəm. Çox da dəhşət dərəcədə arıqlamışdım. Nəysə ki də, hələ ki indi toparlanıram. Mən düşünürəm ki, məndə allergik rinit var idi. Mən koronanın peyvəndini vurdurmuşam, öz ikisini vurdurmuşam. Biz işlədiyimizə görə karantin vaxtı, yəni biz işləyirdik, evdə oturmadıq. Şirkətdən bizə məcbur o peyvəndi vurdular. Ona görə də düşünürəm ki, nə xəstəlik var idisə, o xroniki oldu. Mən də düşünürəm ki, o peyvəndin, yəni belə deyək, zibilləri idi. Zibil idi ki, mən onun adını belə çəkdim. Çünki mənim heç vaxt ciddi bir xəstəliyim olmurdu. Yəni demək istədiyim odur ki, yuxumda da gördüm, getdim, yuxumda gördüklərimi də yəni yaşadım. Yəni o yuxumu görməsəydim, bəlkə də heç getməyəcəkdim həkimə, daha da fəsadları pis ola bilərdi. Həkim mənə dedi ki, yaxşı ki, hələ gəlmisən, gecikdirməmisən, bir neçə dəfə grip olsaydın, yəni bu pisə doğru gedə bilərdi. Amma mənə dedi ki, sənə söz verim ki, səndə pis xəstəlik yoxdur. Görün məni necə həkimlər qorxutmuşdular. Burada mənə bir neçə nəfər yazıb ki, xışıltı falan, allergiya ilə bağlı sizə də xışıltı gəlir, eşidirsiniz. O sözləri oxuyanda o həmin günlərim yadıma düşdü. Həmin burada izləyicimə də məsləhətim odur ki, allergiya həkiminə qəti şəkildə gedib, vaxt itirməyin, mütləq akciğər həkiminə gedib müalicə alın. Bunu da buradan niyə danışdım? Elə həmin izləyicim yazmışdı ki, allergiya haqqında danışın. Ona görə də danışdım ki, əgər sizdə də belə bir şikayətlər varsa, yəni açıq şəkildə danışdım ki, şikayətləriniz varsa, mütləq akciğər həkiminə gedəsiniz. Sizə yəqin ki, bir köməyim dəymiş olar. Allah özü şəfa versin, kömək olsun, heç kim xəstələnməsin. Mən düşünürəm ki, mən akciğər, ümumiyyətlə üzüntüdən
olur, daha çox tez xəstələnir. Mən əvvəllər dəhşət dərəcədə mamamı fikirləşib ağlayırdım, çox belə kədərli olurdum. O xəstəliyimdən sonra özümə söz verdim. Allaha da söz verdim ki, mən daha çox kədərli olmayacağam. Hər şey öz yerində də, yəni ona görə də çalışacağam ki, həmişə pozitiv olum, çox mamamı belə fikirləşib ağlamayım. Allahdan da ölüm gələndə qəfil gəlsin, bizi yorğan döşək, nə bilim, həkim, dərmana möhtac eləməsin. Mən həmin anlarda bir daha da əmin oldum ki, əsas can sağlığıdır. Doğrudan da insanın həmin dəqiqə gözündə heç bir pulun, heç bir varın, dövlətin dəyəri qalmır. Təsəvvür etməm, üzümə o sözü deyəndə ki, xəstəlik sözünü çəkəndən sonra gözümdən hər şey düşdü. Bir dənə elə özümü fikirləşirdim. Bişdi, hazırdır. Biraz soysun, qaba qoyacağam. Qəşəng də çıxdı qabdan, qəlbimdən. Doğrayıram. Bu da mənim keksim hazır. Bu da bizim axşam süfrəmiz hazırdır. Burada da çörək, Turağı gözləyirəm. Telefondan danışır, gəlsin, yeməyimizi yeyək. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloqlarda görüşərik.